Belə bir qəbul sualının izahına baxaq. Koordinatın zamandan asılılıq qrafiklərinə əsasən hansı cismin t bərabər 0 zaman anında sürəti 0-a bərabər ola bilər? 1 və 3 paraboladır. Ümumiyyətlə t bərabər 0 anında, yəni başlanğıc anda cismin sürətinin 0-a bərabər olması üçün gərək həmin cisim yeyinləşən hərəkət eləyir. Yavaşlayan hərəkət və yaxud bərabər sürətli hərəkətdə cismin başlanğıc anda sürəti 0 ola bilməz. İndi gəlin qrafiklərdə analiz eləyək görək, hansında olacaq. Birinci qrafikimiz gördüyümüz kimi paraboladır və cismin bərabər yavaşlayan cismin hərəkətinə uyğundur. Bir də bərabər yavaşlayan hərəkətdir. İkinci hərəkət bərabər sürətlidir. X-in t-dən düz mütənasib asıllığıdır. Bərabər sürətli hərəkətdir. Üçüncüdə isə bərabər yeyinləşən hərəkətdir. Biz bunların sürət qrafikinə də keçib görə bilərik. Əslində, gəlin baxaq. Birinci halda yavaşlayan hərəkət olduğuna görə cisim müəyyən bir sürətdən yavaşlamağa başlayır. Birinci qrafikimiz onda bu şəkildə olur. Gördüyümüz kimi t bərabər 0 anında cismin müəyyən bir sürəti var. Yəni sürət 0 deyil. Ona görə də birincidə olmur. İkincidə cisim bərabər sürətli hərəkət edir. Bərabər sürətli hərəkət edirsə, onun qrafiki bu şəkildə olacaq. Və bu şəkildə də olduğuna görə yenə də görürük ki, müəyyən bir qiymətdən düz xətli bərabər sürətli hərəkət edir. O da olmayacaq. Üçüncü qrafikimiz isə, baxın, bu şəkildə olacaq. Başlanğıc anda sürəti 0-a bərabər ola bilər deyir, olur demir. Üçüncüdə həm belə ola bilər qrafik, həm də belə ola bilər. Ola bilər sözünə görə biz bu variantı götürürük. Çünki başlanğıc anda 0-a bərabər olub və buradan yeyinləşərək hərəkət edəcək. Doğru cavab yalnız 3 olacaq burada B variantı.